İkinci suala baxırıq. Hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunub? Əlavə bilirik ki, özündən əvvəlki gələn sözü izah edir. A variantına baxaq. Şair bu obrazı əsərin baş qəhrəmanını sevə-sevə yaratmışdı. Yaratmışdı, kim yaratmışdı? Şair. Nəyi yaratmışdı? Obrazı. Yenə sual veririk. Nəyi yaratmışdı? Əsərin baş qəhrəmanını. Burada gördüyümüz kimi tamamlığın əlavəsi işlənmişdi və əlavəmiz söz birləşməsi ilə ifadə olunub. Bəli, əsərin baş qəhrəmanı söz birləşməsidir. B variantına baxaq. Bura Qəbələyə tez-tez gəlir. Haraya bura, haraya Qəbələyə. Burada heç bir söz birləşməsi olmadığı üçün B variantını çıxırıq. İrəlidə, sahildə bir dəstə atlı göründü. Harda göründü irəlidə, harda göründü sahildə, yenə söz birləşməsi yoxdur. Topladığı məhsulu, kartofu və soğanı tezliklə satmağa aparacaqdı. Nəyi aparacaqdı məhsulu, nəyi aparacaqdı kartofu, soğanı, yenə heç bir söz birləşməsi ilə ifadə olunmadığı üçün D variantını çıxırıq. Əsməri, rəfiqəsini çoxdan görmürdü. Görmürdü. Kimi görmürdü Əsməri, kimi görmürdü rəfiqəsini. Yenə də burada heç bir söz birləşməsi ilə ifadə olunmadığı üçün cavabımız elə olacaq A variantı. 33-cü sualımıza baxırıq. Feildən əmələ gəlmiş sifəti müəyyən edək. Hər hansı bir sözün hansı nitq hissəsində əmələ gəldiyini bilmək üçün biz sonuncu leksik şəkilçisini atıb yerdə qalan sözə baxırıq. Burada cavabımız D variantıdır. Sürüşkən sözü özü sifətdir və kən şəkilçisini biz atdıqda görürük ki, sürüş feili qalır. Ona görə cavabımız D variantı olacaq.